Salam dostlar, bugün sizə Son Zəngdə yaşanan hadisələr barədə danışmaq istəyirəm. Bildiyiniz kimi Son Zəng günü inanın ki elə bir hadisələr baş verdi ki, insan valla utanmaq istəyir. Yəni günü-gündən insanlar cılızlaşır, yoxsa gənclik, bəzi gənclər cılızlaşır deyə bilmərəm. Təsəvvür edin ki, bəzi Son Zəng məzunlarının deməli köynəklərinə baxanda adam utanırdı. O nədir? Yazılan yazılardan nə bilim ayejizm varam, nə bilim baboşa salamlar, falan kəsə salamlar, falan kəs mənim ürəyimdir. Gic-gic sözlər yazdırıb köynəklərini çıxırlar ortalığa. Hələ Son Zəng günü məktəbdə səslənən mahnılara bax, Dolya Varovskaya, olmuşam məsti xumar, yenə gözlərim axır. Ümumiyyətlə məktəbin direktoru hara baxır, məktəb, yəni müəllimləri hara baxır, təhsil idarəsi hara baxır ki, məzunlar həmin Son Zəng günündə belə bir mahnı oxuyurlar. Oynanılan oyunlara bax ki, qızı alıb qucağına fırladırlar. Hər nə bilim nə hoqqalardan anası da deyir, maşallah əl çalır ki, mənim qızım oğlanların qucağında fırlanır. Nə bilim gah tango rəqsin qoyurlar, gah falan rəqslər qoyurlar. Qardaş, bu nədir? Bu müasirlikdir. Dolya Varovskaya oxumaqla müasirlik qazanacaq. Ayejizm varam. Bu nə deməkdir ümumiyyətlə? Yəni bu məktəb şagirdi sabayları hansısa bir peşənin sahibi olacaq. Ümumiyyətlə hansısa bir peşədə yiyələndikdən sonra nə bilim həkim, müəllim, digər sənət nümayəndələri olacaq. Bunun ümumiyyətlə həyata baxışı nədir? Bu adam qədəmlərini qoyur müstəqil həyata. Bunun elədikləri hərəkətlərə bax, sabayları bu insanlardan, bu gənclərdən nə gözləyəcək? Belə Son Zəng olar. Ümumiyyətlə günü-gündən insanların yəni təfəkkürü cılızlaşır. İnsanlar nə yeyib, nə içir ki, beləncə dəyişirlər. Siz təsəvvür edin, əvvəl maraqlı Son Zənglər olurdu. Məzunlar gözəl rəqs proqramlarına çıxış edirdi, şeir deyirdilər, mahnı söyləyirdilər. Amma indi baxırsan, nə bilim ayejizm varam, nə bilim Dolya Varovskaya, olmuşuq məsti xumar, nə bilim gic-gic mahnılar başlayıblar, nə bilim Argentinanın, Cənubi Amerikanın mahnıları, qızı götürüb qucağında fırladır, hərrədir. Ondan sonra bu da müasirlikdir. Beləsinə müasirlik olur. Ümumiyyətlə Son Zənglərə baxanda, onların köynəklərinə baxanda, onların şəhərdə elədiyi hərəkətlərə baxanda adam utanır. Allahın da olsun adam utanır. Beləsinə yəni Son Zəng, beləsinə məzunluq olmur. Yəni biz doğrudan mı belə inkişaf edirik? Yəni beləsinə inkişaf olmur.